Salam mətbəxin gələcək ustaları. Bugün biz sadəcə yemək bişirmirik, yox, biz kulinariya sənətinin, bax elə, bünövrəsini qururuq. Yaxşı bir bulyon, dostlar, sadəcə bir ingredient deyil, bu bir fəlsəfədir. Şorbaların, sosların, demək olar ki, bütün ləzzətli yeməklərin təməli canıdır. Və bugün araşdıracağımız ən vacib qayda da bax elə budur. İndi yəqin ki, beyninizdə bir sual yaranır. Bəs o hazır bulyon kubikləri, asan yolu seçmək olmaz ki? Gəlin bir şeyə aydınlaşdıraq. Ustalığa gedən yolda qısa yollar olmur. Həqiqi bir aşpaz təməl prinsipləri bilməlidir. Məhz buna görə də bizim akademiyada, yəni Turan Gastroturizm Akademiyasında o hazır kubiklərə qətiyyən yer yoxdur. Yaxşı, bəs bugünkü səyahətimizin yol xəritəsi nədir? Deməli, mətbəxin onurğasından başlayacağıq, sonra qazandakı o qızılı kəşf edəcəyik, sehirli bir qarışıqla tanış olacağıq və sonda soslar ağacının budaqlarında öz yaradıcılığımızı sərbəst buraxacağıq. Hazırsınız? Gəlin başlayaq. Yaxşı, gəlin ilk prinsipə baş vuraq. Niyə bulyonlar hər şeyin başlanğıcıdır? Çox sadə, çünki onlar bütün kulinariya sənətinin, necə deyərlər, onurğa sütunudur. Baxın, heç adın özünə fikir vermisiniz. Fransızca fon sözü elə təməl, əsas deməkdir. Yəni, adın özü hər şey deyir. O möhtəşəm soslar, o ləzzətli şorbalar var ha, hamısı məhz bu təməlin üzərində ucalır. Deməli, təməlin nə olduğunu anladıq. İndi gəlin görək bu təməl bizim ilk əsas texnikamıza necə çevrilir. Necə ki biz deyirik, mətbəxin qızılını yaratmağa. Hələ mayaya keçməmişdən qabaq ləzzət bazası ilə başlayırıq. Mirpua, yəqin eşitmisiniz. Bu, sadəcə soğan, yer kökü və kərəviz qarışığı deyil, dostlar. Bu, sizin bütün karyeranız boyunca istifadə edəcəyiniz fundamental bir hazırlıqdır. Bulyonlara, soslara, ətlərə o möhtəşəm ətri verən də məhz budur. Mükəmməl bulyon hazırlamaq əslində bir səbir işidir. Bu addımların hər biri çox vacibdir. Məsələn, niyə soyuq su ilə başlayırıq? Çünki soyuq su sümüklərdəki o bütün ləzzəti, jilatini yavaş-yavaş, incə-incə çıxarır. Və heç vaxt güclü qaynatmırıq, ancaq zəif odda qaynadırıq. Niyə? Çünki şəffaflığı qorumaq istəyirik. Kəfi yığmaq, ləng-ləng bişirmək, hamısı şəffaf və ləzzətli nəticə üçündür. Və baxın, bu ən vacib məqamdır. Şef Raminin prinsipi. Kəfini almasan, bulyon bulanıq olar. Bu qədər sadə. O üzə çıxan kəf var, o əslində laxtalanmış zulal və yağdır. Onu mütəmadi olaraq yığmasanız, hər şey korlanar. Bulyona qarışıb onu bulanıq edər. Yaxşı, bizim artıq qızıl kimi mayemiz var. İndi gəlin souslara o gözəl quruluşu, o bədəni verən sehirli elementə, yəni mətbəxin əsl kimyasına baxaq. Bax bu rudur. Fransızca ru deyilir. İlk baxışdan yağ və unun sadə bir birləşməsi kimi görünə bilər, amma əslində bu bir elmdir. Yağ unun nişastalarını bir-birindən ayırır, bişirərək o xam dadı yox edir. Nəticədə nə alınır? Mayələrin möcüzəvi şəkildə qatılaşdıran hamar ipək kimi bir pasta. Və runun rəngi hər şeyi dəyişir. O, sizin son sousunuzun həm rəngini, həm də ləzzətini müəyyən edir. Ağru, məsələn, qısa müddət bişirilir, zərif krem əsaslı souslar üçündür. Amma qəhvəyi ru daha uzun müddət bişirilir, fındığa bənzər bir ətir yaranır və daha zəngin tünd souslar üçün istifadə olunur. Deməli, əlimizdə bulyonumuz, yəni təməlimiz var, qatılaşdırıcımız, yəni ru da var. İndi artıq biz o məşhur soslar ağacının əsas gövdələrini qura bilərik. Bu 5 sousa yiyələnmək sanki rəssamlıqda əsas rəngləri öyrənmək kimidir. Bu əsas rənglərdən istifadə edərək siz bütün ləzzət spektrini yarada bilərsiniz. Demək olar ki, bütün klassik soslar bax elə bu 5 ana sosdan törəyir. Və budur onlar, sos dünyasının 5 anası. Hər birinin özünə məxsus xarakteri var. Baxın, qaymaqlı və zəngin beşamel, ipək kimi zərif velouté, güclü və ətli espanyol, canlı və turşməzə tomat və nəhayət ən həssas olanı, yağ və yumurtanın möhtəşəm emulsiyası olan hollandez. Bu beşi mənimsəsəniz, bilin ki, yüzlərlə fərqli sosun qapısını açmış olursunuz. İndi bu slayda baxın, çox maraqlı bir müqayisədir. Bu iki ana arasındakı fərqi o qədər aydın göstərir ki, solda sadə, qaymaqlı beşamelli, sağda isə zəngin, emulsiya edilmiş hollandez. Gördüyünüz kimi, iki fərqli ana, iki tamamilə fərqli ləzzət dünyası deməkdir. Ağacın gövdələrini mənimsədikdən sonra artıq əsl əyləncə başlayır. İndi öz yaradıcı budaqlarınızı böyütməyə vaxtıdır.
Burada həlledici məqam nədir? Törəmə sos əslində sadəcə bir ana sosdur, amma ona bir neçə əlavə ingrediyentlə yeni bir kimlik, yeni bir ləzzət profili verilib. Məsələn, beşamel pendiri əlavə edirsiniz, alınır sizə mornay sosu. Və ya hollandezə tarxun və şalot qatırsınız, alınır möhtəşəm bearnaise sosu. Bu qədər sadə və bir o qədər də dahiyanə. Deməli, biz bünövrəni, alətləri və hətta bütün soy ağacını əhatə etdik. Yaxşı, bəs bütün bunların sizin üçün mənası nədir? Ustalığa gedən yol reseptləri əzbərləməkdən keçmir. Əsla. Bütün bu proses bulyondan tutmuş törəmə sousa qədər necənin arxasındakı niyəni anlamaqdan ibarətdir. Ustalığın əsl mənası da elə budur. Artıq bünövrəni öyrəndiniz. Əlinizdə möhkəm bir təməl var. İndi əsas sual budur, bu təməlin üzərində siz hansı möhtəşəm binanı uzaldacaqsınız? Cavab sizin yaradıcılığınızdadır.